Yazmış, şəkər xəstəliyinə əziyyət çəkir. Ayaqlarında hal-hazırda çürümələr gedir. Kimin imkanı varsa, dostlar, qardaşlar, anamız cənub zonasındandır, Lənkərandandır. Kimin imkanı varsa, bax, ən əxsus Lənkəranlılara deyirəm. Gözəl insanlar, dəyərli qardaşlar, analar, bacılar. Anamızdır, imkanı yoxdur, müalicə elətdirsin, dərmanlarını alsın, həkimə getsin, imkanı yoxdur. Gəlin dəstək olağın. Bax, sosial şəbəkədə nə yaxşı məni görüblər, zəng eləyiblər, gəlmişəm. Mən də istəyirəm ki, sizlərlə bərabər dəstək olağın. Kimin gücü nəyə çatır? 1 manat, 3 manat, 5 manat bizi nə kasıbladacaq, nə varladacaq. Allahımıza and olsun ki, 1 manat verəsən bəlkə də Allah Taala sənin rızqını artırar, ruzunu artırar. Ana, bax, ən əxsuslar Lənkəranlılardan, cənub zonasından nə istəyirsən? Cənub zonasının Lənkəranlardan bakım Azərbaycan xalqında dəstək istəyirəm. Mənə dəstək olun. İnşallah. Yaxşı olun, mən də qədərim nə olur, sizə qurban. Görüb keçməyin, gözəl insanlar, görüb keçməyin, imkanı olanlar anamızın səsinə səs versin, dəstək olsun. Xahiş edirəm hər kəsdən. Biganə yanaşmayın, dostlar, qardaşlar, analar, bacılar. Hər birimizin başına gələ bilər. Şəkər xəstəliyi çox pis xəstəlikdir. Ayağında hal-hazırda çürümə gedir. Göstərəcəm canlıyamda. Daxil olursunuz, kart ekranda görsənəcək. 1 manat, 3 manat, 5 manat dəstək olmaqla Allah haqqı, yəni Allah bizə o ruzunun artığını verəcək. Amin inşallah. Gəlin dəstək olaq.